Videoya baxan hər kəs salamlayıram. Bugün mən sizə BYD CL5 2025-ci il sadə komplektasiya 55 kilometrlik haqqında texniki məlumatları imkan daxilində bildiyim qədər demək istəyirəm. Avtomobilimizin əsas belə incələməsi olacaqdır, onun texniki xüsusiyyətləri haqqında danışmağa çalışacağım. İlk növbədə başlayaq bunun açarından. Açma, bağlama, açma. 2 dəfə basanda kapot açılır və bir də uzaqdan xodlanma. Uzaqdan xodlanma. Qapıda qapını açıb bağlamaq ancaq şofer tərəfdə var. Qapını açıb bağlamaq. Burada benzin çəni yerləşir. Benzin çəni 65 litrdir. 95 məsləhət görülür. Yəni mütləq 95 olmalıdır. Keçdik arxa hissəsinə. Bagaj haqqında danışım. Bagaj tutumu 400 litrdir. Qabaq arxa oturacaqları yıxanda isə 1000 litrə qədər gəlib çıxır. Belə. Sonra keçək maşının qabaritləri haqqında danışmağa. Yəni əsas olanlardan biri budur. Hasar haqqında danışıq. Uzunluğu 4780 mm, eni 1837 mm, hündürlüyü 1495 mm. Hündürlük haqqında bir dəqiq məlumat tapa bilmədim. Təxmini 16-17 santimetr arasındadır. Yəni onu nəsə tapa bilmədim. Yəni təkər bazası 2718 mm. Yəni təkərlərin oradan ora olan açısı o qədərdir. Kuzov dəmiri haqqında biraz danışım. Kuzov dəmiri yüksək möhkəmləndirilmiş poladdan istifadə olunur. Bu dəmirlər bu stoykalarda və qapı içlərində istifadə olunubdur. Qalvanizasiya olunubdur. Bu nə deməkdir? O, yəni iki tərəflik sinkləşdirmədir. Sürməyə və rütubətə qarşı olan bir prosesdir. Böyük vannalara salınıb çıxarılır, yəni kuzov vaxtında elektroşokla. Bu deməkdir. Bu proses, yəni bu BYD modellərinin fullunda da, prostoyunda da, yəni hamısında keçərlidir. Çəkisi 1500 kilo, yük götürmə qabiliyyəti 480 kilo. Yəni toplam 1980 kilo, yəni yük götürmə qabiliyyəti var. Gələndə təkər ölçülərinə, təkər ölçüləri sadə komplektasiya olduğu üçün 225-60 R16'dır. Amma fulllarda bunlar 17 disklər ola bilər. Yəni bunu dəyişmək olar. Amma məsələn bu disklər də mənim heç belə xoşuma gəlmir. Bir qədər yaxşı görsənmir. Bu qədər çölü haqqında. İndi də keçək bunun korobkası haqqında məlumat verim, texniki məlumatlarını verim. Deməli bunlar hibrid olduğuna görə korobka YCVT-dir. Yağı xüsusi olaraq qeyd olunmalıdır. AETF. Tutumu 3 litr, dəyişmə intervalı 60.000 kilometr və yaxud 4 ildən bir. Şəraitdən asılı olaraq, yəni belə qeyd olunubdur. Bu maşınların, yəni korobkalarının yağına çox önəm vermək lazımdır. Yəni dəyişən zaman ona görə ki, bunda istifadə olunan yağ BYD-nin özünə məxsus olan bir yağdır. Yəni kodlaşdırılması ATF adlanır. Məndə olan məlumat belədir. Bu o deməkdir ki, yəni bu korobkanın içində 2 adet elektrik motoru olduğuna görə bunlarda elektrik keçici qabiliyyəti yoxdur da, yəni elektriki keçirmir. Ona görə bunun yağı özünə məxsus olmalıdır. Sonra keçdik motora. Motor 1.5 adi prostoy hamının bildiyi adi motordur. Yəni burada qəliz bir şey yoxdur.
101 at gücü, 74 kW, 126 Nm. 101 at gücü nə deməkdir və 74 kW nə deməkdir? 74 kW əslində mühəndislərin qoyduğu tələbdir. Sadəcə 101 at gücü nəyəsə çox biraz o kilovatdan qabağa keçib. Bu hesablama belədir ki, 1 kilovat təxminsiz, yəni vurulur 1,36-ya. Bu deyilir 101 at gücü. Yəni bu mühəndislərin yəni əsas işlətdiyi termin yəni kilovatdır. 126 Nm-də odur ki, maksimum həddə motorun fırlanma anı 1 saniyədə dirsəkli valın fırlanması 126 dəfə olur. Yəni ən son həddə 126 dəfə olur. Keçdik ikinci, yəni indiyə qədər yəni çox adamın da, yəni bizi kimi sadə adamlarda bilmədiyi bir şeylər var. Termal göstəricisi. Bu motorların termal göstəricisi 46 deməkdir. Məsələn, bundan aşağı olan BD destroyerlarda məsələn şeydir, 43 termal göstəricisi. İndiyə qədər də ən yüksək termal göstəricisi Geely aid. Orada 48,5 olmalı. Səhv eləmirəmsə belə bir şeydir. Termal göstərici nədir? Onu sizə bildiyim qədər izah edeyim bilməyənlərə. Termal göstərici belədir ki, yəni 46% odur ki, belə deyək, 1 litr benzindən 460 qramın təmiz gücün ala bilir, 540 qramın elə bir ki, atırsan. Belə bir məna verək də, öz loru dildə hesablamamızda belə bir standart qoyaq. Yəni bu göstərici, yəni BD-nin CL modellərini, yəni bu motorlarda 5-ci nəsil olduğuna görə ən son, ən pik həddi olanı budur. Yağı gedir 0.16-da qeyd olunub 0.20-də. Tam sintetik olmalıdır. Tələbləri AP, APSP, İnsaf GF 6A. Tutumu 3,5 litr qeyd olunubdur. Amma mən bilənə qədər bunlara 4 litr deyirlər ustalar. Mən hələ yəni dəyişdirməmişəm bunun yağın. İntervalda 7500 və yaxud 1 ildən bir yağı dəyişilməlidir. Mən bir şeyləri qeyd edeyim. Bu motorun soyutma mayesidir. O da inverterin soyutma mayesidir. Antifrizdir bu. Adi hamının bildiyi. Bu da şüşənin suyudur. Keçdik bunun elektrik motoruna. Yəni bu elektrik motorda bunun bayaq dediyim kimi korobkanın içindədir. Güc qurğusu odur. Deməli gücü 163 at gücü, 120 kilovat və 210 Nm-dir. Bayaq dediyim elektrik benzin mühərrikində olan şeylər yenə burada təkrarlanır. Mənə də maraqlı olan bir şeydə oxudum ki, yəni bu çox adam bilir 210 at gücü, 190 at gücü belə hesablayırlar. Amma oxuduqlarıma görə bu motor, məsələn bu maşının motoru maksimum güc hasil edə bilər 163 at gücü. Nəyə görə? Ona görə ki, bu deyir ki, maksimum gücə düşən zaman motorun birbaşa təkərlərlə əlaqəsi olmadığı üçün, korobkadan keçdiyi üçün həmən motorlar o gücü ixrac edir, belə deyək. Ona görə o motorun maksimum gücü 163 olduğuna görə bu maşınların motoru 163 at gücündən artıq verə bilməz. Yəni belə bir yazında mən oxudum, mənə də maraqlıdır, amma mən elə bilirdim ki, bunlar harası 210 at gücü hasil edə bilər. Əslində biz belə hesablayıq, 101 ilə 163 hesablayanda orada 264 eləyir. Yəni belə oturub sadə hesablasıq, amma yazılanlar belə bir məlumat verir ki, yəni bu mümkün olan bir şey deyil. Bu qədər. Keçdik bateriyalarına. Bateriya şarjı qoyulan tərəf buradır. Sadə ev şəraiti AC deyirlər. Yəni heç nə, yəni 220-dən zaryadka olunan bir yeri var. Yəni sürətli şarj yoxdur bunlarda. Yəni böyük bateriya olanlar da var, yəni bunda yoxdur. Lityum dəmir fosfor bateriyanə təsis olunubdur. BD-nin özünə məxsusdur. Tam təhlükəsizdir. Yəni qızmada ya bu zədələnmə zamanı heç bir partlama, yanma prosesi deyil ola bilməz. Tutumu 7,7 kilovatdır, 55 kilometr verilir. Şarj acıdır, yəni sadədir, 220 ilə yığılır. 2 saat yarım, 3 saat arasında dolur. Yəni mən özümü bunu müşahidə eləmişəm. Yəni sürməkdə o qədər olur.
55 kilometri rahatçılıqla sürmək olur. Yəni normalda demirəm ki, bu 120-130-dan sürsən, yəni şəhər içi o qədər sürmək olur. Bəzi qeydlər də nəzərinizə çatdırım, bateriya haqqında 3000 dəfədən artıq zaret qeyd qoyulub çıxardıla bilər. Bu da orta hesabla 10-15 il eləyir. Yəni belə istifadə oluna bilər. 15 il eləyir. Zavod garantisi bateriyaya kitabında yazıldığı kimi 8 il garanti verir zavod özü. 8 il garanti verir. Bateriyanın xüsusi olaraq yayda soyutması bunlarda jidqislə deyil, yəni maye ilə deyil, kondisioner qazı ilə soyuyur. Qışda isə istidilir ki, hardasa zaretqası itməsin. Bir balaca, yəni uzun ömürlü olsun. Yəni bateriyanın soyutması və yaxud da istilməsi var. Ən azı, ən əsas məsləhətlərdən də biri odur ki, ən azı həftədə bir dəfə də olsa bu maşınları, yəni şarja qoymaq lazımdır ki, bunun bateriyasının ömrü uzansın. Maşını yenə də nətər deyirlər, biz hansısa biznes maşınla müqayisə edə bilmərik. Yəni bu qeyri-mümkündür. Amma belə deyək, bizi kimi bir normal bir aşağı təbəqənin adamları üçün çox əlverişli, qənaətçil maşındır. Mən 95 istifadə edirəm, düzdür, heç öz motorunun 1000 kilometr getməyibdir. Uyğun maşındır. İstəyənlərə hamısına Allah qismət eləsin. Belə götürəndə də, yəni indi hamı BD deyir, ay bugün dəmiri nazik, qalın, belə şeylər çox danışır. Amma mənim də bir sürücü kimi təcrübəm çox böyükdür. Bunun burada mənim başqa maşınlarım da olub, sıfır maşınım da olub, başqa işlənməsi, yəni bu nətərsə deyim, bütün maşının işlənmələrinə, zadlarına baxanda çox, yəni yüksək səviyyədə görürəm, öz sinifinə görə, yəni çox yüksək səviyyədə görürəm. Səs izolyasiyası zadı bir o qədər də yüksək olmasa, təkərlərin səsi içəri verir, lap belə 120-130 gedəndə. Amma yenə də deyirəm ki, bizim öyrəşdiyimiz bu Cruza'da, yəni bu Cruza onda sizə deyim ki, C segment gedir, yəni Hyundai Elantra'dır, Cruze'dur, bu segmentdə maşınlarla gedir, qabaritlərinə görə, yəni bu hesablanır. Amma içinin genişliyi həqiqətən arxada da, qabaqda da onlardan çox yaxşıdır. İndi mən bunun içi haqqında adderini ayrıca video çəkəcəm. Onda bunlar haqqında danışacağım. Bu qədər ola bilsin hansısa nüanslara toxunmadım. Kimsə nəyisə bilirsə şərhlərdə də yaza bilər. Vaxtınızı aldım. Baxıb bəyənməyinizi istəyərdim ki, yəni videomuz bir balaca qabağa getsin. Yenə deyirəm, ola bilər mən də hardasa nə eləərsə, ya deməmişəm, ya səhv demişəm, onu şərhlərdə bildirsək çox yaxşı olar.